Pandemiya dönəminə qədər Avropa İttifaqı vahid dövlət modelindən çıxış edirdi. Hətta vahid evro pul vahidinin qəbul olunmasında da belə idi. Çünki bunun iqtisadi məkanı idi. Amma məlum oldu, pandemiyanın yayılmaması üçün dövlətlər özlərinin suveren sərhədlərini qapamalıdır. İndi sual, Avropa İttifaqının son 60 ildəki dizayn olunmuş və keçdiyi yolda suveren nə dərəcədə zərbə vurulmuşdur? İsveçrə ilə yaxın ölkələr arasında, Hollandiya ilə Fransa, yaxud bu ərazilər arasında bilirsiniz, sərhəd xətti mövcud deyil axı Avropa İttifaqı daxilində. Ona niyə Schengen zonası deyirik? Bəs indi sual çıxır meydana. Onlar pandemiya vaxtı sərhədləri qapayacaqlar. Yanaşmasını necə tətbiq eləməli? Oradan keçirdi o sərhəd xətti ki, burada ilk dəfə dövlətlər başa düşdü ki, onların suveren əraziləri və suveren haqları var. Bu, beynəlxalq münasibətlər sistemindəki aktorların davranışını dəyişdi. Siz bu ərazinizi qapatmaq məcburiyyətində qalanda sizin istehsal hansı vəziyyətə düşür? Yəni, dövlətlər fərdi qayda özlərinin iqtisadiyyatını idarə edə bilməyən bir vəziyyətə. Bu artıq göstərdi ki, ənənəvi qaydada qloballaşma deyilən vəziyyətdə beynəlxalq münasibətlər sistemində pandemiyanın gətirdiyi yeniliklə